Salam uşaqlar. Bugün sizə kvadratik funksiyanı izah edəcəm. Demək, y bərabərdir. Başlayaq. Y bərabərdir ax kvadrat üstəgəl bx plus c. Siz bu kvadratik funksiyanın kvadratik tənliyin keçibsiz də. Bir məhsulu tənişlərdə diskriminant eləyirdik. x1, x2 köklərini tapırdıq. Yəni, onları bilən uşaqlar burada bu funksiyalarda da çox rahatlıqla işləyə biləsiniz. İndi mən sizə burada hardan başlayayım? Birinci, biz kvadratik üç ədlərin vuruqlara ayırma üsulunu bilirdik. Vuruqlara ayırma üsulu bərabərdir. A vurulsun, x sıx x1, bir də x sıx x2. Bir də uşaqlar təpə nöqtənin tapılması üçün düstur var. A vurulsun, x sıx m-in kvadratı üstəgəl n. Bu üçü də eyni şeydir. Möhtərizəni vurub atsaz, elə birincini alasınız. Sadəcə bilməyiz, yəni yaxşıdır, bizə xeyir eləyəcək. İndi mən birinci sizə təpə nöqtələr haqqında məlumat verim. Təpə nöqtələr. Ən vacibli, ən çox düşən bunlardır. Təpə nöqtələr uşaqlar M və N-dir. M-in adı M və N təpə nöqtələrdir. M təpə nöqtənin apsisidir. Təpə nöqtənin apsisidir. Apsis nə idi? Yəni x-i belə başa düş. Bu da təpə nöqtənin ordinatı deyirlər. Ordinatı. Yəni y-də belə deyək. Demək, y bərabərdir. Tutaq ki, verilir x kvadrat çıx 6x plus 10 məsələn. Deyəcək ki, təpə nöqtələrinin koordinatlarını tapın. Təpə nöqtələrinin koordinatları. Demək, sən neyniyəsən? Birinci m-i tapasan, m-in düsturunu yazıram. Mənfi b bölünsün 2a əzbərləyərsən, bərabərdir. Bunu da biz kvadratik üç ədlərdə keçmişik də. Kvadratın qarşısı bura a əmsalıdır. A nədir? 1. X-ə vurulan b-imizdir bizim mənfi 6-dır. C-imiz isə sərbəst olandır, yəni 10-dur. İndi düsturda qoyuruq yerinə. Mənfi b-imiz mənfi 6-dır. 2 vur, a-imız da 1-dir. Demək, cavab neçə oldu? 3. İndi n-i tapırıq. N-in düsturu nədir uşaqlar? 4ac çıx b kvadrat bölünsün 4a. Qoyuruq yerinə 4 vur. A-imız 1-dir, C-imiz 10-dur. Çıx b kvadrat 36-dır. 4 vur 1. 40-dan 36-sını çıxdıq. 4 böl 4 neçə oldu? 1. Demək, cavab 3 və neçədir? 1. Demək, təpə nöqtənin m-i 3-dür. N-i isə neçədir? 1-dir. Bu m-dir, bu da nədir? N-dir. Birinci m yazılır, sonra n yazılır. Bunun uşaqlar başqa qaydası da var tapılması üçün. Ən çox bu, orta əmsal, yəni B əmsalı cüt olanlarda rahat olur. Necə edirsiniz? X minus, baba 6-dır. 6-ın yarısı 3-ü qoyursan, bura kvadrat edirsən. Bunu beynində aşağıda açıram. Güya ki, gizlincə beynində açırsan bunu. X kvadrat çıx 6x plus 9 verdi. Sənin misalında x kvadrat çıx 6x plus 10-dur. Demək, bizə 1 çatmır. Üstəgəl 1-i yazdım. Artıq bunları silirəm burada. Aha, bunu gizlincə yazmışam. Aha. Görürsən, bunu sıfıra bərabər edirsən. 2 sıx 3-ü sıfıra bərabər edirsən. X neçə oldu? 3. Burada nədir? 1 qaldı. Görürsən? Demək, x olan m-dır. M-imiz neçə idi bizim? 3. Bu da bizdə n-dır. Aha. Ya da belə başa düş də. Demək, bura çıxma deyil. Görürsən? Cavab nə olacaq? Müsbət olacaq. Amma bu birinin özünü götürəsən. Belə deyim sənə. X sıx m-nın kvadratı üstəgəl n. Buradakının əksini götürəsən. Çünki bunu sıfıra bərabər edirik. Bunun özünü götürəsən. İndi y bərabərdir. Tutaq ki, x sıx 6-nın kvadratı üstəgəl 3 verilib. Burada desəm ki, təpə nöqtənin koordinatlarındır. Tez bunun əksi, yəni m-yə neçə olacaq? 6, n-yə neçə olacaq? 3 olacaq. Əgər y bərabərdir, x plus 6-nın kvadratı çıx 3 olsa, indi bunun əksi, yəni m-yı mənfi 6-dır, n-yı neçədir uşaqlar? Mənfi 3. Bu formada m ilə n-yı tapa bilərsiniz. İndi bir dənə misal yazacağım. Y bərabərdir, x kvadrat çıx, elə indiki misalı yazıram. 6x plus 10. Bunu biz m-in tapdıq da bayaq. M-i də tapdıq, n-i də tapdıq. Baxaq görə neçə idi m-i. M-i 3 tapmışam, n-yı da neçə tapmışam? 1. Aha, m-i 3-dür, n-i neçədir? 1-dir. İndi deyərsən ki, ay müəllim, bu mənim nəyimə lazımdır? Bu m ilə n-yı niyə tapırıq? Nə zaman istifadə edirik? Demək, bu n, uşaqlar, qiymətlər çoxluğunda sənə lazım olacaq. Qiymətlər çoxluğu. Qayda nədir?
Demək, nə vaxt gördün ki, kvadratik üçədli var, qiymətlər çoxluğu soruşursa, A sıfırdan böyükdürsə, qiymətlər çoxluğu n-dən müsbət sonsuzluğa olacaq. Sənin misalında da bax, A burada 1-dir də, müsbətdir. Görsən, müsbət olduğuna görə demək, bu misalın qiymətlər çoxluğu 1-dən nə olur? Müsbət sonsuzluğa. Deyirsən ki, yaxşı müəllim, A sıfırdan kiçik olsaydı nə olacaqdı? Onda da mənfi sonsuzluqdan nəyə olacaqdı? N olacaqdı cavab. Demək, n-in işi nə imiş? Qiymətlər çoxluğunu tapmaqdır. Bir də uşaqlar, M simmetriya oxudur. Məsələn, deyəndə ki, simmetriya oxunu tap misalda. Demək, y bərabərdir, neçə olacaq? 3 olacaq. Simmetriya oxu isə 3-dür. Bir də biz m-lə n-i ən böyük və ən kiçik qiymətlərdə demişdik. Demişik ki, x-in hansı qiymətində ifadə ən kiçik qiymət alır. Aha. Bax, burada əgər x-i soruşursa, x-dir, adı, m-dir, yəni hərf varsa, onda m-i tapasınız. M-i. Mənfi b bölünsün 2a-dan eləyəsən. Amma qısaca desək ki, ifadənin ən kiçik qiymətini tap. Onda n-i tapasın. 4a çıx b kvadrat bölünsün 4a. Mən həmişə deyirəm ki, tələffüzdə qarışdırmayaq deyə. M-ya mama deyirəm, n-ya da nənə deyirəm. Demək, üzrlü saysın mamalarımız. Mamalarımız daha çox istənir. Hər gün danışır. Uzundur. X-in hansı qiymətində ifadə ən kiçik qiymət alır? Yəni, uzatdı sözü. Bu mamadır. Amma sadəcə konkret olaraq deyək ki, ifadənin ən kiçiyini də bu da nənəmizdir. Yadınızda qəşəng saxlayın. Tamam, bu da belə. İndi gəlin belə bir şey deyim sizə. Funksiya veriləcək. Məsələn, tutaq ki, bax, belə bir dənə funksiya veriləcək. Bax, buradan belə qırılır. Məsələn, buranın 1 veriləcək. Bura verilər 2. Bu kəsdiyi nöqtəyə də 4 verir. Deyək ki, funksiyanı tap. Funksiyanı qur görüm hansı funksiyadır. Necə eləyəsən? Birinci, sən bilməlisən ki, bax, bu qatlanan yerin, bax, bu uc nöqtəsi var. Bax, bunun x-ə doğru gələni m-dır. Y-ə doğru gələn nədir? N. Hə, indi demək, bura aşağıya gəlib. Bu m-imizdir bizim. M neçədir? 1. Bura gedən hansıdır? N-dır. Bu da n-imizdir. N neçədir? 2. Bir də buna fikir ver. Görsən, nəyin üstündədir bu? Y-in üstündə. Y-in üstündədirsə, demək, bu Y-in qiyməti vardır. X yoxdur bu. 0 neçədir? 4. Demək, Y bərabərdir. Baxırıq indi. Burada mən sənə 3 dənə düstur yazdırmışam. Görsən, 1, 2, bu 1 olsun. Bu 1 olsun. Bu 2 numara olsun. Bu da 3 olsun. Aha. İndi bizdə əlimizdə nə var? M ilə N. M ilə N var deyə, demək, biz bu düsturu yazmalıyıq. Aha, qaydıram indi o düsturu yazmağa. Demək, Y bərabərdir. Yazdıqda Y bərabərdir. Bir də yazaq. Tamam. Y bərabərdir. A vurulsun. X sıx M-nın kvadratı üstəgəl N. Düsturu yazdıq. Nə var? Gətir qoy yerinə də. Bax, M neçədir? 1. Aha, gətirirəm. Bax, 1-i qoydum burada yerinə. Sonra x neçədir? Bax, bu sənin x-indir. Bu da y-in deyil. Aha, 4 bərabərdir. A yoxdur. X neçədir? 0. Çıx 1-in kvadrat. Üstəgəl N neçədir? 2. Ceyndə hesablayaq. 0-dan 1-in çıxırıq. Mötərizənçi 1 kvadratı vurduq A. Üstəgəl 2 bərabərdir 4. A neçə tapdın? 2. İndi gəl funksiyada qoyaq yerinə. Funksiyamızı düzəldik. Y bərabərdir. A vurulsun. Yəni 2. X sıx M deyir. M neçədir? 1. Kvadratı üstəgəl N. N neçədir? 2. Qutardı. İstəyirsən mötərizəni vur, istəyirsən açma. Yaxşı. İndi gəl sənə belə bir şey deyim. Tutaq ki, funksiya belə keçibdir. Aha, burada bir dənə nöqtə veribdir. Mənfi 2. Bir nöqtəni veribdir burada 1. Bu da 1 sən ki, x oxudum. Bir dənə də bura bir dənə mənfi 4 veribdir. Aha. İndi burada sən nə etməlisən? İndi funksiyaya bax, təpə nöqtə yoxdur burada tövcü artıq. Yəni, əgər funksiyanın belə qırıldığı yerdən belə qırıq-qırıq bir şey gəlib, bir bura gəlib, bir bura gəlsəydi, onda m ilə n işləyəcəkdi. Amma burada x-lər var, görsən, x oxunun üstündədir. Demək, bunun biri 1, x1-dir, bu biri nədir? x2. Bunun fərqi yoxdur, hansını x1 qoyursan, qoy. Bir də y oxun kəsən nöqtə var, bax, bura var, görsən. Bunun da x yoxdur da, y-in üstündədir. X-ə 0 qoydum, mənfi 4. Yəni, x0,
Y neçədir? -4. Əlimdə nə var? X1-dən X2. İndi hansı düsturu yazmalıyam? Görək hələ baxaq. Görə 1, 2, 3 hansını yazmalıyam? Bax gör. X1, X2 olan hansıdır? 2 numara. Görsən? Getdik indi 2 numaramızı yazmağa. Aha, demək Y bərabərdir. A vurusun 2 sıx X1, 2 sıx X2-ni yazdıq. Başda verilənlərimizi qoyaq. Gəl. Y neçədir? -4. Bərabərdir. A vur. X neçədir? Bax, X budur. Görsən, 0-dır. Çıx. X1 neçədir? 1. 0. Çıx. -2 olduğuna görə üstəcəl oldu. Möhtərizənin içinə bax. Bura -1, bura 2. Vurduq. -2A bərabərdir -4. A-nın qiyməti neçə oldu? 2. Demək, Y bərabərdir. 2 vurulsun. X çıx 1. X üstəcəl 2. Funksiyamız budur. Uşaqlar, bir də bizə nə lazımdır burada? Biz kvadrat tənliyi keçəndə demişdik ki, kvadrat tənliyin məsələn 2 kökü olur və yaxud da ki 2 bərabər kökü olur, yəni yeganə və yaxud da ki kökü olmurdu. Burada da eyni şeylərdir. Əgər Y bərabərdir ax kvadrat plus bx plus c sözün misalı gördün də funksiyanı. Sənə desə ki, bu absis oxuna toxunur, absis oxuna toxunur. Sonra absis oxu üzərindədir, absis oxu üzərindədir, təpə nöqtəsi də yəni üzərindədir. Onda bunun diskriminantını 0 eləyəsən. Yəni n-yı 0 olur. Nə deməkdir? Qoy başa salım. Məsələn, tutaq ki, təpə nöqtə absis oxu. Bu absis oxumuzdur. Absis oxunun üzərindədirsə, bu demək burada oturub da, belə görsən. Demək, nəyin üstündədir? X-i. Deməmişdim ki, burada bu m-dır da. Demək, bu n-yı yoxdur və yaxud da ki, burada otura bilər. Fərq yoxdur. Burada da mı gördünüz? Demək, n yoxdur deyə n-yı 0 edirsən, d-yı 0 edirsən. İndi y bərabərdir ax kvadrat plus bx plus c-də desə ki, iki müxtəlif nöqtədə kəsir. İki müxtəlif nöqtədə kəsir. Deməli, bu funksiya beləymiş də, budur. Demək, 2 dənə müxtəlif, yəni bir nöqtəsi budur, bir də bu. Demək, 2 dənə kökü olmalıdır da. X1-i, bir də X2-si olmalıdır ki, kök. Kvadrat tənliyində nə vaxt 2 kökü olurdu? Diskriminantını 0-dan böyük yol eləyəsən. Əgər kökü yoxdursa, desə ki, absis oxuna toxunmur. Absis oxuna toxunmur, absis oxunu kəsmir. Onda da nə eləyəsən? Diskriminantı 0-dan kiçik eləyəsən.